Hişam ibn Ammar rahiməhullah İmam Malikin dövründə yaşayır. Deyir ki, atam evin satdı 20 dinara və pul verdi ki, mənə get Mədinəyə, orada İmam Malik var. Ged onun yanında qalğını oxu. Evin satdı. Görün, müsəlmanlar elmə necə qiymət verirdilər. Özləri də oxuya bilməsə də, heç olmasa oğlunu oxutururdu. Evin satdı ona görə. Və Hişam ibn Ammar da deyir, balaca uşaq dələm. Gedir Mədinəyə. Gəlir məclisə, görür ki, İmam Malik dərs keçir. Qalxıb dərsin aslında bir-iki dənə söz deyir İmam Malikə. İmam Malik görür ki, uşaqdır, görür ki, tanımadı, təzə gəlib. Deyir ki, ay uşaq, sakit, çıxardın onu. Yəni, səskir salır, dərsdən icazsız qalxır, nəsə artıq sual verir. Çıxardırlar onu bayrağa. Lakin bu hərisdir elmi oxumağa. Dərsdən sonra girir İmam Malikin yanına icazə almadan. Deyir ki, ya İmam Malik, mənə hədis danış. İmam Malik çağırır, əshabların birini deyir ki, şallaxlayın bunu, 15 dənə şallah vurun. 15 dənə şallah vururlar buna. Çıxır İmam Malikin evinin qabağında başlayır ağlamağa. Malik, rahiməhullah, çıxır, deyir ki, nə oldu? Deyir ki, bəs Malik, sən mənə zülm etdin. Adillik etmədin. Mənim atam 20 dinara evin satdı, axır pulunu verdi mənə ki, dedi, get Mədinə, İmam Malikin yanında dərs al, və gəlmişəm dərs almağa, sən də mənə vurursan. Sən mənə qarşı zülm etdin. Və İmam Malik görür, hadisə belədir, çağırır yanına, deyir, yaxşı. Gəl, deyir ki, nə istəyən? Deyir ki, hər şallağa görə bir dənə hədis ver mənə. Hər şallağa görə. Kəfarəsi onun budur, mən sənə bağışlayıram onunla. İmam Malik deyir, yaxşı, otur. Başlayır həddə sənə, filan kəsdən. Daha bizi kimi demədi, Peyğəmbər salasən dedi belə. O vaxt belə deydilər. Filan kəsdən eşitdi, filan kəsdən, filan kəs də filan sahabədən, o da Peyğəmbər sallallahu aleyhi ve sellem belə dedi. Sənədlə 15 dənə hədis deyir, qutarır, deyir, hə, gedginəndir. Deyir, yox, İmam Malik çağır, uşağı yenə şallahlasın məni, yenə bir dənə hədis hərəsinə. Elmə həvəs, elm üçün, çətinliyə dözmək,